Bəzən mənə sual verirlər ki, Fuad, Real Madriddən hansı oyunçunu Barselonada görmək istəyərdin? Bu Bellinghamdır. Pedri Bellingham tandemini düşünürəm bəzən. Dəhşət bir şey ola bilər. Dəhşət bir şey ola bilər. Və Bellingham mənim ən sevdiyim oyunçulardan biridir. Sırf olaraq oyunçu kimi. Amma belə şəxsiyyət kimi bir o qədər də xoşuma gəlmir. Egoistlik var onda. O artıq onun şəxsi işidir, amma oyuncu kimi Bellingham çox estetik bir oyuncudur və İspanyol oyununda məncə ən yaxşı oyunculardan biri idi. Vinicius olmasaydı, oyunun ən yaxşısı Bellingham seçilməli idi. Mərkəzi tam olaraq kontrol edirdi, tam olaraq nəzarət altında saxlayırdı və çox möhtəşəm bir assistlə yadda qaldı. Dabanı ilə möhtəşəm ötürməkdi. Super bir qol idi və Bellingham Real Madriddə özünü tapmalıdır. Bellinghamın ilk mövsümünü yada salsaq, görərik ki, Bellingham yarım müdafiəçi kimi yox, yalancı 9 nömrə kimi oynayırdı və Bellingham tək başına Real Madridi daşıdı. Demək olar, həmən mövsüm Real Madridə La Liqanı Bellingham qazandırdı. Çempionlar Liqasını ümumi komanda qazandırdısa, La Liqanı Bellingham qazandırdı Reala. Və hal-hazırda həmin Bellingham yoxdur. Və ola bilər burada Mbappe var, Vinicius var və bu adam onların kölgəsində qalıb deyəni özün belə rahat hiss eləmir. Amma Bellingham'a şərait yaratsalar, Bellingham'a o istədiyi mövqeyini versələr, məncə Bellingham öz sözünü deyəcək.